Birinci vitse-prezident Mehriban Əliyeva müqəddəs taxtaca Vatikana rəsmi səfəri çərçivəsində Roma papası 14-cü Leo ilə görüşüb. Birinci xanım Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə müqəddəs taxtacla bir çox işlər gördüyünü diqqətə çatdırıb. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb. Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək müqəddəs taxtacla əməkdaşlığını genişləndirəcəyini deyib. Görüşdə müqəddəs taxtacın Azərbaycandakı Katolik kilsəsinin fəaliyyəti, eyni zamanda 2-ci Katolik kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. Roma papası 14-cü Leo Vatikan dövləti ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək birinci vitse-prezidentə təşəkkürünü bildirib. 14-cü Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalar arası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib. Müqəddəs taxtacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdən maraqlı olduğunu deyərək, 2-ci Katolik kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Prezident İlham Əliyevə çatdırmağa xahiş edib. Roma papası Heydər Əliyev Fonduna görülən işlərə görə minnətdarlığını ifadə edib. Birinci vitse-prezident Mehriban Əliyeva Roma papasını Azərbaycana səfərə dəvət edib.